Salamlar, vaxtınız xeyir olsun. Bu gün sizinlə Dövlət İmtahan Mərkəzinin 9 illik Azərbaycan test toplusunun 2025-ci il orfoepiya və orfoqrafiya sözlərin düzgün tələffüzü və yazılış qaydaları ilə bağlı olan testlərin izahlarına baxacağıq. Görək bizə hansı qaydalar tətbiq edilir testlərə və doğru cavablarımız hansılardır. Vaxt itirmədən başlayaq. Sualımızın sayı maşallah çoxdur. Başlayaq. Hansı sözün tələffüzü düzgün göstərilməmişdir? Etiraf sözü düzgündür. Sötükü k ilə yazılır, c ilə tələffüz olunur. Bu d ilə yazılır, söyüd şəklində tələffüz olunur. Ürək açan sözü ürək açan kimi tələffüz olunmuş olur. Çünki özünə söz sait gəlib. Burada səhv yazılıb, k ilə yazılmışdı. Sümbül sözü isə sünbül yazılır, sümbül kimi tələffüz olunur. Doğrudur. Dərgənin bilən bütün sözlərin yazısı səhvdir. Kobud sözü bu kobud yazılmalıdır. Bu meyil, bu da marşur sözündə də u olmalı deyil. Həqiqətən də elə bu hamısı səhv yazılmışdı. Üçüncü, sözlərin birinin deyilişi ilə yazılışı fərqlənmir. Nöqtə sözündən sonra söz ortasında q'dan sonra kar samit kağıdına görə k səsini vermiş olacaq. Məqsəd sözdə yenə k səsini verəcək. Təqsir sözdə k səsini verir. Rəqs sözüdəki k səsini vermiş olur. Miqyas sözündə isə özündən sonra zingil samit kağıdına görə heç bir fərq olmur. Sözlərin birinin deyilişinin yazışı fərqlənmir. Yenə də burada diqqət qoşa q'larda birinci k kimi tələffüz olunur. Diqtisaddə k kimi, sonra diktə sözü yenə k kimi, diktə və rəqs sözdə yenə k kimi tələffüz olunur. Maqnit sözündə heç bir fərq yoxdur. Özündən sonra zingili samit gəlir. Sözlərin birinin tələffüz şəkli düzgün deyil. Bu düzdür, bu düzdür, bu düzdür, bu da düzdür. Burada isə xıştırıq olmalıydı. Sözlərin birinin tələffüz şəkli düzgün deyil. Düzdür, düzdür, düzdür. Bu kolleksiya şəklində olmalıydı. Burada səhv var. Hansı sözün tələffüzü düzgün göstərilməmişdir? Qırmanc yazılır, qırmanc deyilir. Məxfi, məxvi belə tələffüz olunur. Münbit sözü isə burada səhv var. Burada münbit olmalıydı. Cavab olacaq E variantı. Üzgünlük və addım sözləri düzdür. Hansı söz səhv yazılıb? Səhəngdir, diaqonaldır. Şirniyyat və kəmsəvat sözləri düz yazılıb. Rəsmxat sözündə isə t-nın biri artıqdır. Hansı söz səhv yazılıb? Çil, çıraq şəklində olmalıdır. Burada elə səhv var. Cavab olacaq A. Nüfuz, nəzəriyyə, nümayiş və novella sözləri düzdür. Səhv yazılan söz, məxfi sözü düzdür. Bunlar hamısı düzdür, amma əşyavi sözü əşyəvi şəklində olmalıdır. Səhv yazılmış söz, təvəqqi, tövsiyə, aşpaz, siyahı, bunlar düz yazılıb. Məcara yox, macəra şəklində olmalıdır. A, Ə. Burada səhv var. Bu düzdür, bu düzdür, bu da düzdür, bu da düzdür. Burada isə ümid şəklində olmalıdır. B səhvdir. Əjdaha sözü əjdaha olur. Əjdaha şəklində yazılır. Bunlar doğrudur. A isə yanlış idi. Hansının tələffüz şəkli doğrudur? Bu səidə, bu. Burada A uzanmalıdır. Səhv var burada. Zəifdə Y, nailədə Y olmalıdır. C isə doğrudur. Sözlərin bir tələffüz şəkli düzgün deyil. Sabir, ondan, ondan kimi, etibarlı, cümlə sözləri düzdür. Monolit söz isə monolit şəklində tələffüz olunur. Sözlərin birinin yazılışı səhvdir. Qeyri-kafi sözü səhvdir. Defislə yazılmalıdır. O birilər isə düzdür. Burada da qeyri-müəyyən söz defislə yazılmalıdır. O birilər düzdür. Sözlərin birinin yazılışı səhvdir. Ülviyyət sözü ülviyyət olmalıdır. O birislər düzdür. Sözlərin birinin yazısı səhvdir. Burada ünsiyyət sözü ünsiyyət kimi yazılmalıdır. Bunlar doğrudurlar hamısı. Hansı sözün yazısı səhvdir? Xeyirxahlıq, əhəmiyyət, qumbara, morfologiya sözləri düzdür. Keyfiyyət sözündə isə 2 dənə y olmalıdır. Birinin yazısı səhvdir. Ötkün sözü k ilə yazılmalıdır. Bunlar isə doğrudur. Birinin yazısı səhvdir. Yəni bitkin sözdə k ilə yazılmalıdır. C ilə tələffüz olmalıdır. C ilə yazılmalı deyil. Bunlar isə doğru haldır. Tələffüzü səhv olan söz. Bu düzdür, bu düzdür, bu düzdür, bu da düzdür. Mətanətli sözündə isə A uzun tələffüz olunmalıdır. Tələffüzdə gərək 11 idi transkripsiyada. Axtarışdır, nənəmləndir, üzürlü və müəllim sözləri düz yazılıb, düzgünlük sözü isə səhv yazılıb. Xıştırıqla tələffüz olunmalıdır. Sözlərin birinin yazısı səhvdir. Mülkiyyətdir, zülmkar, meyllənmək, tələbat sözləri düzdür. Stend sözü isə stend D şəklində yazılır. Sözlərin birinin yazısı səhvdir. Monitoring, panoram, kolorit, X-Biker, bunlar düzdür. Peşman sözündə isə i yazılmır. Sözlərin birinin yazısı səhvdir. Nəvaziş, ideoloji, məcmai və məftun sözləri düz yazılıb. Töhfə sözü isə töhfə şəklində yazılır. Qonorar, nəvaziş olmalıdır. Bu səhv yazılıb. Bugünkü məfhum, mütəxabat sözləri isə düz yazılıb. Sözlərin birinin yazısı səhvdir. Atlas, nəfis, ismarız, illüziya sözləri düzdür. İxtiyar sözü isə ixtiyar olmalıdır. Səhvdir. Səhv yazılmış söz. Boş, bikar, yubiley. İkisi də səhv yazılıb. Bunlar
Bu düz yazılıb, bu səhv yazılıb, bu düzdür, bu düzdür, bu düzdür, bu düzdür, bu düzdür, bu düzdür. Səhv yazılan sözü müəyyən edin. Müdiriyyətdir, tünd qırmızıdır, korifeydir, məxfidir. Bunlar düz yazılıb. Yarpı sözü isə yarpızı olmalıdır. Toplayır, ağlayır, cırmaqlayır, saxlayır. Bu isə dinləyir olmalıdır. Burada səhv var. Nazlanmaq, nazlanmaq sözü burada farılıdır kimi təfsir olmalıdır. Bunlar isə doğrudur. Hansı sözün təfsiri düzgün deyil? Daşlar, şərafətli, kəpənək, yanacaq. Paslanmaq sözü isə paslanmaq kimi təfsir olunur. Burada səhv var. Obyektiv, mütəkkər, riqqətlə, dəliqanlı. Bunlar düz tələffüz olunub, amma samballı kimi tələffüz olunur bu. Səhv var. Təəssüf, pürrənc, paslanmaq, qəlbi sınıq sözləri düz tələffüz olunub. Şöhrətli sözündə yazılışında h varsa, sən onu düşürdə bilmərsən. Ö, h və əl saiti ilə h samitinin birləşməsində heç bir fərq olmur. Burada bir yanlışlıq var. Cavab olacaq C. Hansı sözdə nöqtənin yerinə 2 hərf yazılmalıdır? Köynəyin, pencəyə, küləyə, gələcəyimiz. Amma şərikdir, idraçdır, tuşdur. Bu tür sözlərdə 2 olduğu kimi yazdır. O cavab olur B. Hansı sözün təfsiri səhv verilmişdi? Enli kürək. Bu səhv yazılıb deyil, enli kürək olmalıdır. L-ın kimi tələffüz olmalıdır. Bunlarda isə doğru tələffüz olunublar. Fikirləşmək sözü, günbəz, xoşluq olan sözü xoşluqla olmalıdır. Burada səhv var. Bunlar isə hamısı A-dır, C-dir, B-dir, D-dir, doğrudur. Hansı cərgədəki sözlərin hamısı yazısından fərqli tələffüz olunur? Çiyələk, komendant, səkiz. Bunlarda da fərq var. Məsələn, buradadır, fərq yoxdur. Burada T-də olur, burada A uzanır. Bu fonetik fərq deyil onsuz da. Burada ümumiyyətlə fərq yoxdur. Karvandır, pəhləvandır. Burada fərq yoxdur. Dastan sözü dastan olacaq. Nümunədə fərq yoxdur. Səs uzanması var da fonetik fərq deyil. Nazik. Burada xıştırıq olur. Nəzakətdə də bir fərq yoxdur. Hansı nümunələrin hər ikisinin fərqli norma pozulmuşdur? Burada un artıqdır, burada da cu artıqdır. Cavab olacaq A. Burada yəni həmişə qayda ilə in hissəsi yazılmalı deyil, behçi adam olmalıdır. Burada da rum rəqəmdən sonra cu hissəsi yazılmalı deyil deyə 2 dənə orfoqrafik norma pozulub. Orfoqrafik norma, düzgün yazılış qaydası pozulub. Monteur sözü monteur kimi tələffüz olmalıdır. Elə burada düzgün yazılış yoxdur. Bunlar isə hamısı düzgün tələffüz olunublar, amma səhv tələffüz olunub. Monteur kimi tələffüz olmalıdır. Sözlərin birinin təfsiri düzgün deyil. Müştəri, protokol, dükanlı təfsir sözləri düzdür. Təyinat sözündə isə uzun tələffüz olmalıdır. Səhv var burada. Hədiyyə, münsif, korifey, fənlər sözləri düz yazılıb. Bu isə illüstrasiya olmalıdır. Səhv var burada. Düzgün göstərməyən tələffüzə baxaq. Lənətdir, otaqdır, zəifdir, yarpaqdır. Bunlar düz tələffüz olmalı. Dəftər sözü dəftər olacaq. Səhv tələffüz edilib. Səyyah, ziyarət, üzmək və hökümlü sözlərində deyək ki, səslərin sayı hərflərin sayından bir vahid az olsun. Hökümlü sözündə daha çoxdur səslərin sayı hərflərdən. Çünki bura biz ü qapağı saati qoşacaq. O mənəviyyat sözündə yanın bir düşəcək, səslərin sayı hərflərin sayından həqiqətən də az olacaq. Cavab olacaq B variantı. 48. Elə bir nəqrəmə sözləri arasında doğru fikirlər. Həvəsnəndir. Burada ləndən kimi təəssüflər sözündə də bir dənə əl düşmüş olacaq. Deməli, baxın, sondakı 2 hecaz fərqli tələffüz olunur. Bəli, həvəsnəndir. Dirin rısı düşəcək, lədəki ndən kimi tələffüz olunacaq. Bir doğru. İndi 2-yə baxaq, ortaq fikir. Bir məqamda fərqli tələffüz olunur. Birinci axı 2 məqamda fərqli tələffüz olundu. Ortaq fikir üçün verəmirik. Son hecaz fərqli tələffüz olunur. Bu yenə də birinciyə aiddir. Ortaq götürəmirik. Sait uzanmaq ikinciyə aiddir. Samitədən bir tələffüz olunmama məsələsi isə bu da ki, birinciyə aiddir. Hansısa sözlərdə çığ səsi kimi tələffüz edilir. Çığ səsinin verilməsi eydədir. Məkcə və mürəkkəb sözlərində. Tələffüz doğru olmayan söz hansıdır? Qılınc düzdür, maraqlı düzdür, ədalət və şahid sözlərdə düzdür. Amma sönməz sözü sönməz kimi tələffüz olunmalıdır. Özündən sonra mu gəlibsə, n samitin m-nın məxrəcində tələffüz olunmalıdır. Hansı söz düzgün yazılmışdır? Söyüd sözü səhv yazılıb, d-la yazılmalıdır. Əyri ilə defislə yazılmalıdır. Mənbə sözü düz yazılıb. Məşhur sözü ş, h olmalıdır. Sivilizasiya sözündə də i olmalıdır. Sonra hansı söz düzgün yazılmışdır? Bu səhv yazılıb, bu səhv yazılıb, bu düz yazılıb. Burada y, h olmalıdır. Sindrom sözündə də i olmalı deyil. Hansısa sözlər tələffüz zamanı səs artırılır. Səs artırma məsələsi i ilə olan birləşmələrdə əsasən a, i-dir, i-ədir, dairə və müdafiə kimi tələffüz olunacaq. O birisində elə bir şey yoxdur. Yazılışın tələffüzü fərqlənməyən sözü müəyyənləşdirin. Bu A variantında fərq yoxdur. Burada məsələn qıx olur, burada y səs artırılır, burada birinci qıx olur, burada d olur, fərq yaranır. Yazılışın tələffüzü fərqlənməyən söz deyir. Yəni fərqlənməyən söz dediyinə görə e-ni götürə bilərəm. Burada b, p olur, burada c, ç olur, burada y artırır, burada da c-ni ç edirik. Yazılışın tələffüzü fərqlənməyən söz. Burada y düşür, burada q, k olur. Burada xıştırıq olur, burada i artırır, burada isə fərq yoxdur. Sözün yazıcı səhvdir. İntuisiya düz, təqaüd sözü səhv yazılıb. Təqaüd şəklində olmalıdır. I artıqdır burada. Səlahiyyət sözü düzdür, təmayül və səlis sözləri düz yazılıb. Diqqət, hədsaxana, mərifət və lampa sözləri düz yazılıb. Ambar sözü isə səhv yazılıb. Ambar olmalıdır. Mavzoley, defiz, əlbirlik, marşrut sözləri düz yazılıb. Kömbə sözü isə kömbə şəklində yazılmalıdır. Sırağa gün, həyəcan, məhsul, üzr sözləri düzdür. Təvəqqi olmalıdır. Bu təvəqqi yox. Burada səhv var artıq B-də. 61. Hansı sıradakı bütün sözlərə saitlə başlayan şəkilçi qoşulurlar? Sözün sonundakı samit dəyişmir. Sadiqdir, əmlakdır, dialoqdur. Bunlarda heç bir fərq olmur. Məsələn, sadiqə, əmlaka, dialoqa. Burada q samiti ilə 2 samitlə bağlı bir dəyişim olmur. Amma məsələn, burada xizəyə olur, burada köməyə olur, burada çəmənliyə olur, burada küləyə, qamışlığa, bulağa olur bunlar. Sonra göbələyə, yatağa, burada dəyişim baş verir.
Hansı cərgədəki bütün sözləri sayda başlayıcı olsa, sözün sonunda samit dəyişimi yenə həmin vəziyyətdir. Məsələn, burada çı olur, burada qığı olur, burada yenə y olur, burada qığı olur. Burada qığı olur, burada gözəllik çı olur, mərdlikdə çı olur. Amma şəfəq, monoloq və idraç sözlərində fərq olmur. Burada da yenə qığı olduğuna görə şərtimiz ödəmir. Sözlərin birinin yazıcının təfsilatında bir fərqli məqam var. Burada x, 2 dənə fərq var. Buxarlamaqda r olur, n, m olur, qardaşı x olur. 3 dənə fərq var. Bu ruxsatlı sözündə x, saslı 2 dənə fərq var. Daşqında ümumiyyətlə fərq yoxdur. Astar sözündə isə s-tı, s-dı olacaq. Bir dənə fərqli məqam var, şərt ödənir. Verilmiş sözlərin birinin yazıcının təfsilatında fərq var. Məfti sözü məftil olacaq. Elə fərq buradadır. Bunlarda isə fərq yoxdur. Burada fərqimiz yoxdur. 65. O əsamitli sözlərdən birinin yazıcının təfsiri fərqlənmir. Diqqət, səkiz, hətta, güf bulutu olur. Amma güllə sözündə fərq yoxdur. Yazıcının təfsiri fərqlənməyən sözlərin müəyyən edin. Baban, yeni və küçə sözlərində fərq yoxdur. Amma digərlərində baxsız fərqli məqamlar var. 67. Hansı cərgədəki bütün əvəzliklərə çıxışlı qarşı yazıcının fərqi təfsir olunmalıdır? Məsələn, mən, sən, o və özüm əvəzliklərinə dən şəkilçisini qoşaq. Məndən sözü məndən kimi, səndən sözü səndən kimi, ondan sözü ondan, özümdən sözü özümdən kimi tələffüz olunacaq. Deməli, dan-dən şəkilçisi nən kimi tələffüz olundu. Fərq yarandı. Qoşasamlı sözlərin birinin yazıcının təfsiri fərqlənmir. Burada diqqət, 8, hətta, güp bulutu olur. Amma zənnim də sözündə heç bir fərq yoxdur. Hansı cərgədəki sözlərin yazıcının təfsiratında fərq yoxdur? Hətta olur. Qəssab sözü qəssab olacaq. Sonra 9, diqqət, ondan sonra 8, rəqqasə, saqqal, sonra hətta. Burada da çığcı hadisəsi baş vermiş olacaq. Deməli, bizə təfsir fərqlənməyən lazımdır. O da olacaq e. Hansı nöqtənin yerinə xışdırı təfsir olunmalıdır? Bax, qonaqlar, açıq qəlbli, çiçəyin, sınıqçılıq. Amma ürəkdən sözündə samit cədəli xışdırıq kimi ki samitin xışdırıq səsinə çevrilmiş olacaq. Yəni xışdırığı vermiş olacaq. Yazıcının təfsiri fərqlənən sözləri müəyyən edin. Yarpaq, 9, pələng, səkic. Gördün fərqləndi. Cavab oldu A. Tələffüzdə məsələn burada iynə sözü fərqlənmir. Burada ana sözü, alma sözü, burada səpin sözü, bişmiş sözü, burada partadır, imladır. Bunlar fərqlənmiş olmur. Vətəndaş sözü həmçinin fərqlənmirlər. Tələffüzdə yazışı eyni olan qoşasamlı sözləri müəyyən edin. Cavab olacaq A. Bunlarda l-da, m-da, s-da fərq yoxdur. Amma burada p-da fərq var. P-bu olacaq. Sonra t-da fərq var. Burada həmçinin q-larda, q-larda fərq yaranmış olacaq. Sözlərin hansı səhv yazılmışdır? Qeyri-kafir sözü defisdən olmalıdır. O birisilər düz yazılıb hamısı. Səhv yazılan söz axtarırıq. Dirijor sözü i ilə olmalıdır. Dirijor. Bunlar düzdür hamısı. Sözlərin birinin yazıcı səhvdir. Yazıcı səhv desə maqnitofon sözü olmalıdır. Bu səhvdir. Bunlar hamısı doğrudur. Yazıcı və yazıcı arasında fərqli məqamların sayına görə məntiq ardıcılıq. Kitab sözündə BP olur. Bir dənə fərq var. Nazirlikdə LR olur. 2 da xışdırıq olur. 2 dənə fərq var. Namizədlikdə DT olur. LT olur. 2 da xışdırıq olur. 3 dənə. Demək 4 dənə fərqli məqam axtarmalıyıq. Namərd, dik, burada namərd 5 dənə oldu. Burada götürməyəcək. Güvənlik sözündə 2 dənə fərq var. Asfalt, damaq. 3 dənə fərq var, götürməyəcək, 4 dənə lazımdır. Asanlıqla sözündə l nə olur, qıx olur, l nə olur, təzədən bir dənə sonra n artırırıq. Deməli, nə olmuş olur? Burada 4 dənə fərq olur. Cavabımız ödənir. Şadlıq sözündə isə 2 dənə fərq var deyə cavab ödənmir. Şeiriyyətdir, aşpazdır, tənbihdir, sərinizdir. Bunlar düz yazılıb. Amma əks hüzum sözü defislə yazılmalıdır. Tövsiyədir, əks sədadır, pəhləvandır, açıq qırmızı düz yazılıb. Al yaşıl sözü defislə yazılmalıdır. Hərəkətdir, qafiyədir, təhkiyədir, bəyanatdır, düz yazılıb. Həddubluq sözündə ü saiti yazılmalıdır. Tövsiyə sözündə y yazılmamalıdır. Bunlar qalanları doğrudur. Boybuxun sözü defislə yazılmalıdır. Səhv yazılıb. Bunlar doğrudur. Sonra sözlərin birinin yazıcı səhvdir. Bir və bir sözü səhv yazılıb. Piçi yazılmalıdır. Bunlar isə doğrudur. Uvertüra sözü doğru yazılıb. Qaynana doğru. Koloritlə kinoskop düz yazılıb. Qətiyyət sözündə isə 2 dənə y olmalıdır. İnteryer sözüdür. Qafiyədir, piştaxtadır, qətiyyətdir. Bunlar düz yazılıb. Honorar sözü isə qonorar olmalıdır. Səhv yazılıb. 85. Bəndərin birində bütün sözlərin yazıcı səhvdir. Koloritdir, klinika izdihamlıqlar düz yazılıb. Bizə elə sözlər lazımdır ki, hamısı səhv olsun. Məsələn, burada r artıqdır, burada i olmalıdır, burada da kübar olmalıdır. Cavablar D variantı. Helikopter sözü helikopter yazılmalıdır, səhv yazılıb. Sədirdir, inqilabdır, mətindir, sətirdir. Bu sözlər isə belə yazılır. A variantında i saytı buraxılıb deyə cavab olur. Klaster tamamlayan sözlər tapmalıyıq. Düzgün yazılmış söz burada da deməli bu təftədə doğru fikirlər tapmalıyıq biz. Deməli, hərəkət düzdür, əsl düzdür, karusel u ilə yazılmalıdır. Gözətçidə c yoxçu olmalıdır, sənət də düzdür. Deməli, cavab olar 1, 2, 5 doğrular. Saytda başlayan şəkil saytında bütün məqamlarda son saytda düşən sözlərin sırası bədən üzvlərinə bağlı olanları çıxardacaq buradan. Çünki bunlar bütün məqamlarda düşmür. Yalnız mənsubiyyət qəbul edəndə düşürlər. Cavab qalır A. A-dan sonra isə nə qoşsun da düşmə baş verəcək. Yəni qapağı saytda bu sözlər düşmə baş verəcək. Hansı sözlər yerinə görə ki, həm bitki, həm də ayrı yazıla bilər. Bu evdəki və evdəki bu tür sözlər aid olur. Yəni iki məqamda çıxış eləsinlər. Məsələn, səhər ki yağış yağırdı, onda mən falan yerə getdim. Burada ki ayrı düşünürəm. Dedim ki, səhər ki yağış. Gecə ki, gecə ki onu gördüm, yaxşı oldum, pis oldum. Burada gecə ki, nə zaman kini ayıra bilərəm? Bir də ki, gecəki hadisə, bir də ki, bildir ki hadisə, bir də bildir ki. Bildir ki, falan bir şey baş vermişdi. Burada kini ayrı da düşünə bilərsən. Yəni sifət kimi və digər vəziyyətdə ədat kimi də düşünə bilərəm də mən kini. Ona görə iki hal yaranmış, iki vəziyyət yaranmış olur.
Sonra 90 hansı sözləri yerinə görə 2 həm də 2 həm də ayrı yazıla bilər? Evdəki hadisə, evdəki hadisə baş vermişdi. O gün mən evdə yox idim. Dünənki hadisə, dünənki, məsələn, məktəbə getdim. Şagirdlər yaxşı oxumuşdu. Məsələn, indiki, nə deyək, indiki havalar məsələn soyuq olur. Bir də ki deyirəm ki, indiki havalar soyuq olur, əynini qalın geyin. Belə də ikini də ayrı da düşünə bilərəm, bitki də düşünə bilərəm. Düzgün yazılmış sözü müəyyən edin. Gecitkən sözü gecitkən olmalıdır. Bu improvizasiya olmalıdır. Bu günbəz olmalıdır. Bu da libretto olmalıdır. Cavab əski sözdür ki, düzgün yazılmışdı. Sonra səhv yazılan söz tün qırmızıdır, qurğuşundur, al qırmızıdır, ala seyrədir. Düz yazılıblar. Teatr sözü bitişik yazılmalıdır. Defisindən yox. Sözlərin birinin yazıcının təfsilatında 3 fərqli məqam var. Sənətkarlıqla sözündə l, r olur, qx olur, axırda bir dənə l, n eləyib, sonra bir dənə n artırır. 4 dənə fərq var deyə yola saldı getdi. Ustalaşmaq sözündə s, t da t, d olacaq, qx kimi, şəfqətli, l, d kimi, səvazökarlıqda l, r, qx kimi. 2 dənə fərq var burada, burada bir dənə fərq var, burada da 2 dənə fərq var deyə ödəmir. Avtomobil sözündə isə avtomobil 3 dənə fərq var. Cavab olur E. Sözlərin birinin yazıcının təfsilatında 3 fərqli məqam var. Udqum, maq 2 dənə fərq var. Şadam, maq 3 dənə fərq var. Cavab olur D. İllərlə 2 dənə fərq var. Mətinləşmək 2 dənə fərq var. Vicdanlı 1 dənə fərq var. Sözlərin birinin yazıcının təfsilatında 2 fərqli məqam var. Cəftələmək. Bəli, cavab olur A. Dosyanda t düşür. 1 dənə fərq var. Burada asfaltda asfalt olacaq. 1 dənə fərq var. Elektrikdə 1 dənədir. Heyrətlənmək sözündə də 3 dənə fərqimiz var. Sözlərin birinin yazılışının təfsilatında 3 fərqli məqam var. Partlamaq 2 dənə fərq var. Sıxlaşmaqda 1 dənə qx olacaq. İnanmaq sözündə m, bir də x 2 dənə fərq var. Kədərlənmək sözündə l, r olur, n, m olur, 2 də x olur, cavab olur E. Sahmanlamaq sözündə l, n olur, q da x olur. Sözlərin birinin yazılışının təfsilatında 3 fərqli məqam var. S-da t, d olacaq, 1 dənə fərq var. Burada qx olacaq, 1 dənə. İgidlikdə d, t olacaq, l, d olacaq, 2 də x olacaq, 3 dənə fərq var. Adekalon sözündə 1, 2 dənə fərq var. Korlamaq sözündə l, r olacaq, q da x olacaq, 2 dənədir. Səhv yazılan söz deyir, stomatologiya sözü səhv yazılıb, qalanlar doğrudur. Burada stomatologiya yox, stomatologiya olmalıdır. Düzgün yazılmış söz barelyef olmalıdır, səhv yazılıb. Nəzəriyyə, yeni də buraxıb yeni də səhv var burada. Qumbara sözü qumbara olmalıdır, səhv var burada da. Öskürək sözü öskürək olmalıdır, səhv var. Panoram sözü isə düz yazılıb. Səhv yazılan söz fitva sözü düz, fayl düz, fəxriyyə düz, filarmoniya düz. Fiqur sözü fiqur şəklində olmalıdır, səhv var. Hansı sözün yazısı düzgün verilmişdi? Sürpriz olmalıdır, hazırki olmalıdır, töhfə olmalıdır, dekorasiya olmalıdır. Bunlara səhv var. Məxfiyyət sözü düz yazılıb. Hansı sözləri samitlə başlayan şəkil sırasında söz kökündəki samitlərin sonuncusu tələffüz olunmur? Bu E variantındakı sözləri deyə bilərik. E variantında olan sözlərdə biz samit qoşanda s-tıdır, f-tıdır. Bunlarda t düşəcək. Məsələn, dostluq, dostluq kimi, neftçi, neftçi, turistlər, turistlər, sərbəstlik sözü sərbəstlik kimi belə tələffüz olunacaq. T düşəcək. Hansı səs düşmə hadisəsi baş verəcək də? 103. Hansı sözlər samitlə başlayan şəkil sırasında söz kökündəki səslərin sayı hərflərin sayından çox olur? Bu da ki, müxtəlif cinsi tək hecalı samit qoşalığı olan sözlərdir. Məsələn, həcimsiz sözü həcimsiz, üzürlü sözü üzürlü. Hökümlü sözü hökümlü kimi tələffüz olunacaq. Rəhimli sözü də rəhimli kimi. Səs artımı olacaq. Sözlərin birinin yazısının təfsilatında 2 fərqli məqam var. Cəld, dih. 2 dənə cəld, dih. Burada 3 dənə fərqli məqam var. Ona görə bu getdi. Ekskavator sözündə fərq yoxdur. 2 k kimi tələffüzü fərq yaratmır. Q k kimi tələffüz olunsaydı fərq olardı. 6 cilt dihdə isə 2 dənə 6 cilt dih. Yəni burada 3 dənə fərqli məqam var. Əməliyyat sözündə 1 dənədir. Məqsəd sözündə isə q da k olacaq. O yüzden sonra kar samit gəlib. D da t olacaq. Sözlərin birinin yazısı təfsilatında 2 fərqli məqam var. Limonat sözü limonat kimi tələffüz olunur. Yəni cavab olur A. Burada 1 dənə t var. Burada 3 dənə fərq var. 3 dənə fərq var burada. 3 dənə fərq var. Mənfəətlə sözündə də yenə 3 dənə fərqimiz var. Sözlərin birinin yazısı səhvdir. Kəhraba sözü düzdür. Boş bikar, kobud və feyton sözləri düzdür. Haqq-sevən sözündə q artıqdır. Kirpik sözü səhv yazılıb. Kirpik olmalıdır bu. Qalanlar isə doğrudur. Marşrut sözü səhv yazılıb. Dedik burada u olmalı deyil. U artıqdır. Qalanlar doğrudur. Koalisiya, hal-əhval, hər günkü və monoloq sözləri düzdür. Bir rəngli söz isə səhv yazılıb. Bu G ilə yazılmalı idi. G ilə tələffüz olunur ki. Dil ucudur, ara birdir, bugünküdür, qısa metrajdır. Düz yazılıb, alacaq söz isə bitişik yazılmalıdır. Mürəkkəb sifətdir. Hansı söz səhv yazılmışdı? Ampul, lingafon, izdiham, leytmotiv sözləri düz yazılıb. Çox növçülük şəklində yazılmalı idi. Bu səhv yazılıb. Hakimiyyət sözü ilə səhv yazılıb da burada yanın biri əsli idi. Yəni boş bir dənə əlavə y olmalıdır. Yazılışda farmakologiya düzdür, mədalatı məhbəs çalçağır düzdür. Yazın təfsir fərqlənməyən qoşu samitli söz. Hissiyat sözündə fərq yaranacaq. Abbasılıq sözündə qx olacaq. Təəccüblüdə ə düşəcək. Hoplamada ikinci b, p, bu olacaq. Qx olacaq, amma addımlar sözündə bir fərq yoxdur. Biri səhv yazılıb. Müttəfiq düzdür. Ekskursiyadır, suverendir, mücəssəmədir, düzdür. Uvertüra olmalıdır. Bu səhv yazılıb. Kor-koranə, nisgil, meridian, reportaj sözləri düz yazılıb. Supermarket sözü bitişik yazılmalıdır. Sözlərin birinin yazısına səhvə yol verib. Dolanbazdır, çırmanmaqdır, hər günküdür, əskilmək sözləridir ki, bunlar düzdür. İbrətamiz sözü ə ilə yazılmalıdır.
Sözlərin birinin yazıcının tələffüz sırasında 3 dənə fərqli məqam var. İ, Y artırılmalıdır, pianino. O da ki, A kimi tələffüz olunacaq. Deməli, burada neçə dənə fərq oldu? 2 dənə. Şənlənmək sözündə L nə olur? N M olur? 2 daxışdırıq. 3 dənə fərqli məqam var. Elə cavabımız olacaq D. Anlaşılır sözündə L nə olacaq? Q, X olacaq. 2 dənə fərq var. Özfərət sözündə bir dənə Y düşəcək. Bir dənə sahmanlamaq sözündə L nə olacaq? Q da X olacaq. 2 dənə fərq var. Şənlənmək sözündə isə 3 dənə fərqli məqamımız var. 118. Sözlərin bir yazısının tələffüz sırasında 3 fərqli məqam var. Başlamaq. Burada 2 dənə fərq var. İttifaq sözündə T D olacaq, ikinci T, Q da ki, K kimi olacaq. 2 dənə fərq var. Sənətkarlıqda L R olacaq, Q X olacaq. 2 dənə azadlıqda T D X, 3 dənə də E olacaq. Təmkinlə sözündə də 2 dənə fərq var. Güzəştsiz sözü düz tələffüz olunub. Muştuluq sözü muştuluq olmalıdır. Burada bir dənə səhv var. Burada çilingərdir, fəaliyyət dilində orijinalda bunlar düz tələffüz olunub. Yuxulamaq sözü, zəmbil sözləri düzgündür. Yubiley sözü yubiley, zümrüd sözü zümrüd, vücudnamə sözü vücudnamə olmalıdır. Burada səhv var. 2, 4, 5 cavab olacaq B. Yubilyar sözü i buraxılıb. Bir səhvdir. Şifonyer düzdür. Tövsiyədə y olmalı deyil. 3 də səhvdir. Vəsaitdə də y artıqdır. 5 də səhvdir. 1, 3, 5. Zambaq sözü də düz yazılıb. Yazıcı düzgün olan söz. Bunun ikinci söz səhv yazılıb. Perspektiv sözü. Perspektiv olmalıdır. Bu şifonyer olmalıdır. Bu sahmanlamaq olmalıdır. Universal sözü isə düzgün yazılıb. Səhvə yol verilən lazım. Səlis sözü belə yazılır. Səlis olmur. Səlis olur. Ciyər düzdür. Ahəng düzdür. Batareya sözü də düzdür. Asfalt sözü isə asfalt olacaq. Səhv yazılıb. 124. Hansı sözün yazısına səhvə yol verilib? Tələbatdır, peşmandır, absurddur, casusdur. Bunlar düzdür. Avtoqraf sözü isə səhv yazılıb. Avtoqraf yox, avtoqraf olmalı. Hansı sözləri səslənən səhvlərin sayından azdır? Ailəli sözündə səslənən səhvlərin sayından az deyil. Eləmçə bunlarda da bir fərq yoxdur. Amma sərbəstlik və nəzəriyyə sözlərində D düşəcək burada, səs alınması olacaq. Nəzəriyyə sözündə də Y-nin bir düşəcək, səs düşümü olacaq. 8 yaşayan sözlərin səslənən hərflərin sayından azdır. Yəni də burada təbii və dostluq sözlərini götürə bilərik. İ-nin bir düşəcək, burada T düşəcək. Digərlərində elə bir aidiyət yoxdur məsələyə. 127. Cümlələrin birinin xəbəri yazısına fərqli tələffüz olunur. Sarılarda bir fərq yoxdur. Qayıdacaq sözündə X kimi tələffüz olunur. Və tutmuşlarda fərq yoxdur. Danışdıqda da yoxdur. Qocalarda da yoxdur. Cümlələrin birində bütün sözlər yazılı kimi tələffüz edilir. Qoyunçuluq sözü qoyunçuluq olur. Burada R düşür. Yazılı kimi tələffüz olunmadı. Tapşırıq kimi tələffüz olunur. Yazılı kimi tələffüz olunmadı. Amma C-də bir fərq yoxdur. Burada xışdırıq var. Burada R, L olacaq. Çəkirlər. Burada C olacaq. Ona görə fərq yaranmış olacaq. Hansı cümlədə iki söz yazısına fərqli tələffüz edilir? Burada bir dənə söz qaymaqlı sözü fərqli tələffüz olunur. Nə idi? Qaymaqlı sözü bir dənə fərqli tələffüz olunacaq. İki dənə sözümüz fərqli tələffüz olmayacaq da. Getdi. Sonra B-də tülkü çox eləcər heyvandır. Burada bir dənə R fərqli tələffüz olunur. Getdi. Qəbələ qədim tarixi maaşdır. Bir dənə R fərqli tələffüz olunur. Burada isə lahıd sözündə özünə söz samit cədinə görə Ç olacaq. Çox sözündə də R düşəcək. 2 dənə fərq var. Dadlı sözündə dadlı. L da olacaq bir dənə fərq var. Hansı sözün yazısı səhvdir? Bu düzdür, bu səhvdir. Aerobika olmalıdır. Seminar, aktual məhsuldarlıq sözləri düzdür. Sənətkarlıq, stadion, sabit, dalbadal düz yazılıb. Aerodrom yox, aerodrom olmalıdır. Aerodrom. Səslərin sayı hərflərin sayı səslərin sayından çoxdur. Hərflərin sayı səslərin sayından burada çoxdur. Burada T-nı düşəcək. Özündən sonra S, T, F, T, Ş, T, X-dan sonra samitlə başlayan şəkil gəlsə T hissəsi düşür. T samiti hərfi düşür tələffüzdə. Sonra deməli hansı sözdə hərflərin sayı səslərin sayından çoxdur? Yəni də bu bax burada sərbəstləşmə sözündə. Söz birləşmələrinin birinci tərəfinin tələffüzünə əsasən məntiq ardıcılı tamamlayın. Burada 2-dən sonra sayı gəlibsə Y olacaq. Burada da Y olacaq, burada da Y olacaq. Burada deməli biz 2-nin Y səsi verməsini tapmalıyıq. Burada müstəqil şəkildə xışdırıq kimi tələffüz olunan sözün samit gəlir. Deməli burada hansı dərəcə xışdırıq səsini verəcək? Bu şərtimiz ödəmədi. Burada da həmçinin xışdırıq səsini verəcək. Şərtimiz ödəməz. Burada da həmçinin. Amma cavab olacaq D. Çürük sözü. Burada sayt gəldiyinə görə, A sayt gəldiyinə görə 2 Y səsini vermiş olacaq. Hansı bəlli sözlər 2 hərfli xışdırıq kimi tələffüz olunur? Burada 2 kimi tələffüz olunur elə. Burada ödəyir, burada da ödəyir. Amma kürk sözünü ödəmədiyinə görə burada 2 kimi tələffüz olunur. Ona görə tələffüz ödənmir. Külək sözü, çörək sözü ödəyir, amma türk sözü ödəmir. Sonra kəklik sözüdür, birlik sözüdür, ödəyir, texnik sözü ödəmir. Burada kürəkdir, üzükdür, ödəyir, kök sözü ödəmir. Amma burada C-də hamısında ödəyir. Yəni ələkdir, ürəkdir, çiçəkdir, hamısında 2 xışdırıq səsini verir. Sözlərin birinin yazısının tələffüzündə 2 fərqli məqam var. Lokomotiv sözündə 3 dənədir. Onlar A-ya çevrilir deyə 3 fərq var. D, T-ya çevrilir deyə 1 fərq var şagird sözündə. Üstələmək sözündə T, D-ya 2 xışdırığa çevrilir deyə 2 dənə fərq var. Cavabımız olar B. Zəmli sözündə bir dənə i artıracaq. Təkcə müxtəlif cinsi samit qoşalı olan sözdür. Vaxtaşırı sözündə yəni kök vəziyyətində də. Belə vəziyyətdə 2 hecalı sözlər əlbəttə ki. Vaxtaşırı sözü, vaxt aşırı. Burada bir dənə fərqimiz var. Səhv yazılan söz. Qonorar düzdür, vitse admiral düz, əhval-ruhiyyə düz, nigah düzsün. Burada əks-əlaqə defsin olmalıdır. Səhv yazılıb. Şəklin sözüdür, ağlım sözüdür, fəslə, sətrə bunlarda bir fərq yoxdur. Amma nağıldır, taxıldır, baxıldır. Bu tip sözlərdə sait qoşsan da, samit qoşsan da bir fərq olmur. Yəni söz sökündəki, yəni nağıl hissəsi var ha, burada I saiti düşmür. Ona görə bu nağılın sözündə burada I-nı salıblar, səhv ediblər. Yəni səhvdir o. 139. Sözlərin bir yazısının tələffüz sırasında 3 fərqli məqam var. Sabitlik. Burada 2 dənə fərq var. Günlər, nən. Burada 3 dənə fərqli
məqamımız var. Cavab olacaq D. Mehribanlıqla sözündə burada L nə olacaq? Nə olacaq? Q, X olacaq, L nə olacaq? 4 dənə fərqli məqam var. Payızlıq sözündə D, X 2 dənə, poeziya sözündə də poeziya olur. Y artırmırsan, amma onu aya çevirə bilərsən. Burada bir dənə fərq var. Səs dəyişmə hadisəsi baş var. Amma D-də 3 dənə fərq var. L N-ya çevrilir, L N-ya çevrilir təzədən ikinci L, sonra da bir dənə N artırırsan günlərlə. Sözlərin birinin günlərlə deyirsən. Sözlərin birinin yarısını təfsirində 3 fərqli məqam var. Rasiyanal, Y-ni artırırsan, onu da A ayırırsan. 2 dənə fərq var. Möhürləmək sözündə L, R olur, 2 də xışdırıq olur. 2 dənədir. Hörmətlə L, N olur. Bura bir dənə N artırırsan. 2 dənə. Fitnəkarlıq sözündə L, R olur, Q da X olur. 2 dənə. Əzmkarlıq sözündə I artırırsan, L-ni R edirsən, Q-ni da X edirsən. Deməli cavab nə olur? C. Kar hissəsində, keş hissəsində, metapşək hissədə fərq yoxdur. Yazıçının tələffüzü fərqlənməyən qoşa samitli söz, elə qüllə sözü. Burada T, D olacaq, burada Ç, C olacaq, burada P, B, burada K, Q olacaq. Fərq var. Sonra hansı sayıda qoşa samitli sözlərin yazıçının tələffüzü fərqlənmir? Addım sözündə fərq yoxdur, amma burada var. Hoppanmaqdır, 8-dir, tokka, 9, hətta bunlarda fərq var. Rəssam, güllə, qüvvə sözlərində isə fərq yoxdur. Burada da mütəkkə sözünün saqqal sözündə fərq var. İttihamdır, tapılıqdır, əlbəttə də hər üçündə də ikinci T, T-larda, qoşa T-larda ikinci T, D olur, P-larda isə ikinci P, B olur. Yazı və dəyişik bir-birindən fərqlənən saylar. Fərqlənən saylar dediyinə görə Z-ni götürə bilərəm. D, T olacaq, Ç, C olacaq, K, Q da K olacaq. O birislərində isə bir şey yoxdur. İsim birləşmələrin birinin dəyişən yazısı fərqlənən söz işlənib. Baha görə hansında işlənib burada? Bu da D-də var. Mürəkkəblik sözündə ikinci K, C olacaq. B, P olacaq, B, xışdırıq olacaq. Fərq var. Sən və o şəxs əvəzləri isim hansı halda işləndə yazısından fərqli tələffüz olunur? Çıxışlıq halda işlənəndə. Səndən sözü səndən, ondan sözü ondan kimi tələffüz olunur. Amma digərlərində fərq yoxdur. Sözlərin birinin tələffüzü düzgün deyil. Maarif sözü 2 A-la yazılır, 1 A-la deyilir. Düzdür. Hətta sözü 2 T-la yazılır, T kimi deyilir. Düzdür. Şöbə düzdür. Çiçək sözləri düzdür. Müraciət deyil, bu müraciətdir. Sən Y artıra bilərsən bura. Belə bir şey yoxdur. Səhvdir. Tələffüz şəkilləri verilmiş fe'llər içərisində ər, gələcək zaman şəkli sözü müəyyəndir. Görəsiz sözündə ər yoxdur. Gələcəkdə də yoxdur. Göstərsinlərdə də yoxdur. İşləyirlərdə də yoxdur. Cavab qalır dözərlər sözü. Burada ər, gələcək zaman şəkli sözdür. Dözərlər kimi tələffüz olunub da. 148. Tələffüz şəklində verilmiş hansı söz bir Y ilə yazılır? Davamiyyət sözü 2 Y ilə yazılır. Fərziyyə sözü 2 Y ilə, zehniyyət 2 Y ilə, dövriyyə də 2 Y ilə yazılır. Qafiyə 1 Y ilə. Hansı yazılmalıdır? Deməli burada cavab olacaq C. 149. Hansı sözün yazısı səhvdir? Birdən-birə düzdür, bir dəfəlik düzdür, bir düzdür, birbaşa da düzdür. Kənd söz, kənd və kənd sözündə bərkənd bitişi yazılmalıdır. Yazısı səhv olanı tapacaq. Qarabağ olayı, dağ keçisi, külqabı, axşam tərəfi hamısı düz yazılmalı. Güləygüzar defislə yazılmalı idi. Defisə baxayım. Hansı nöqtənin yerinə Q yox, Q yazılmalıdır. Oynamağı, görsən Q yaza bilirəm. Çubuğun, bulağa, qışlağa, amma yarpaqda. Görsən burada özündən sonra samit gəlinə görə mən X-dan sonra Q-nı artıq X kimi tələffüz etməliyəm. Cavab olacaq B. Səhv yazılmış sözü müəyyən edin. Qırmızımtıldır, düz yazılıb. Tüm qırmızı sözü səhv yazılıb. Bu defislə olmalı idi. Qıpqırmızıdır, ağımtıraqda, dumandır. Bunlar düz yazılıb. Səhv yazılmış sözlərdən ibarət bənd. Məsələn, burada fənlərdir, haqdandır, xəttədir. Uzaqdan yəni əlilişib, mən səhvəmdə, yəni məni seç. Burada çünki 3 dənə samit yanaşı işlənibdir. Ona görə bu vəziyyət Azərbaycan dilində yol verilməz halda 3 dənə samit hərfi yanaşı gəlməsi. Ona görə cavab olacaq D. Hansı sayıdakı iki sözdən birinin yazısı səhvdir? Təriqət düzü, məscid də düzü, fəaliyyət düzü, aparat səhvdir. Bir dənə P ilə yazılmalıdır. Ona görə cavab olacaq B. Davamiyyət bir dənə 2 dənə Y olmalıdır. Tutqun sözdə Q olmalıdır. İkisi də səhvdir. Burada götürmürük. Odekalon sözü, odekalon. Bu səhvdir. Dairə sözdəki səhv yazılıb. Y tələffüzü artırmaq lazımdır. Nəsihət düzdür, əminəmanlıq da düzdür. Bizə biri səhv, biri düz lazım idi. Hansı sözlər saytda başlayan şey saytında K əvəzləməsi baş verir? Müdrikdə olmur. Müdiriyə deyə bilmirsən, amma pətəyə deyirsən, fanatiyə deyə bilmirsən, iştiraya deyə bilmirsən, çəliyə deyirsən, kəpənəyə deyirsən, üzüyə deyirsən. Deməli 2, 5, 6, 7. Harda da var? A-da. Hansı sözün yazısına səhvə yol verilmişdir? Müəyyənlik düzdür, küskün düzdür, 1 və 1 düzdür, nümunə düzdür. Qalstuk sözündə U olmur. Qalstuk yazılır. Birinin yazısı səhv deyil, A variantı səhvdir. Burada Y 2-dən olmalıdır. Bunlar doğrudur. Səhv yazılan söz. Aerodrom düzdür, abzas düzdür, santimetr kosmonavt düzdür. Bu sünbül olmalıdır, səhv yazılıb. Sözlərin birinin yazısına səhvə yol verilmişdir. Kabus düz, kirpiç düz, məşhur düz, tövsiyə düz. Peşman sözündə I yazılmır. Peşman şəklində olmalıdır. Səhv var orada. Altından xətt çəkimi sözlərin bir səhv yazılıb. Koroğlu xalqın sevimli qəhrəmanı, qəhrəman olmalıdır, qəhrəman yox. Burada səhv var, deyil. Mətin sərkərdədir, bunlar düzdür. Altından xətt çəkilmiş hansı sözün yazısı səhvdir? Layihənin məğzini anlamaq həmin məşhur mühəndisdən ötəri. Ötəri söz zəfdir. Biz burada çıxışlı qaldı olan sözlə qoşmalı əlaqələndirməliyik. Ona görə 5-ci yanlışdır. Ötürü olmalıydı orada, ötürü, ötəri yox. Sözlərin birinin yazısına səhvə yol verilmişdi. Deməli, qıpqırmızı düzdür, tünd bənövşəyi defislə olmalıdır. Burada defisin yeri boş qalıb. Göyümtül düz, qapqara düz, açıq yaşıl düz. Sözlərin birinin yazısı səhvdir. Stəkan düz, dötkün sözü səhv yazılıb elə. Cavab olacaq C. Peşmanlıq düz, kəşfiyyatla, həyəcanda düz yazılıb. Bu C ilə yazılıb, C ilə tələffüz olunan sözdür. Hansı sözün yazısı səhvdir? Üsul idarə düz, əyani düz, müəssisə düz, açıq qırmızı düz, müdrik yox, müdrik olur. E səhvdir. Xüsusilə, münasibətilə, etibarilə, vasitəsilə düz yazılıb, tamamilə yox, tamamilə. E səhvdir. Nə isə, hər nə, heç kəs, hər kəs qeyri-müəyyən əvəzlikləri doğru yazılıb. Filan kəs qeyri-müəyyən əvəzlik isə yanlış yazılıb. İçi yazılmalıydı. Sözlərin bir yazıldığı kimi tələffüz edilir.
Mərifət di, l da olacaq, qənaət sözündə fərq olmayacaq, bulud sözü bulut olacaq, mənbə sözü özündən sonra b gəlib. M kimi tələffüz olunacaq, mənbə, şərq şunası olacaq. Fərq olacaq bunlarda. Hansı sıradakı sözün yazılışına səhvə yol verilib? Mikrorayon sözündə yox, düzdür bu. İşıq ölçən kinoteatr özünə belə yazılır. Amma xətir hörmət sözü sinonim sözlərdən ibarət olan mürəkkəb sözdür. Defislə yazılmalıdır. Cədvələ əsasən uyğun fikirlər. Söz saytda başlayan şəkilçi qoşullar sözün sonundakı samit dəyişir. Gəl qoşaq. Məsələn, pedaqoqa dəyişmədi. Yaxşılığa dəyişdi. Qayğınağa dəyişdi. Məntiqə dəyişmədi. Bayrağa dəyişdi. Layiqə dəyişmədi. Deməli, ikincidən söz saytda başlayan şəkilçi qoşulur sözün sonundakı samit dəyişmir. Dəyişməyənlər götürəcəyik. 4 götürəcəyik, 6-nı götürəcəyik. Buradan da 2 ilə 3-ü. Cavabımız olacaq 2, 3, 4, 6 E variantı. Uyğunluğu müəyyən edin. Rüstəm Yusufça baxaq. Uyğunluq müəyyən edin. Fərqli tələffüz ancaq söz kökünə samitlə bağlıdır. Fərqli tələffüz söz kökünə saitlə bağlıdır. Demək, kənd dər olacaq. Burada boyaq, ç. Burada A-nın biri düşəcək. Burada olar A olacaq. Burada da özündən sonra kar samit cəhətinə görə q, k olacaq. Fərqli tələffüz söz kökünə samitlə bağlıdır və fərqli tələffüz söz kökünə saitlə bağlıdır. Mən buradan A-nı rahat çıxarda bilərəm. Çünki A-da həm kökdə, həm də tələffüz şəkilçidə fərq var da. Görürsən, birdə də ikide də birində şəkilçi istəyir, birində kök istəyir. Birində samit istəyir, birində samit istəyir. A variantı ödəmir şərtimizi. Məsələn, birə mən E verə bilərəm. Nöqsan sözü. Fərqli tələffüz söz kökünə samitlə bağlı həqiqətən də. Amma D verə bilmərəm məsələn birə. Ona görə bu da getdi, cavab qaldı A. Niyə D verə bilmirəm? Çünki söz kökünə saitlə bağlıdır fərq D variantında. Məndə samit istəyir. Ona görə birə E verirəm, 2 ilə C ilə D-ni verirəm. C ilə D-də də sait fərqi var. C-də məsələn qoşa A-dır. Biri düşür, digər uzun tələffüz olunur. Eynincisi sait qoşalığının tələbinə əsasən. D-də də ki, olar hakim tələffüz olunur. Yanlış fikirləri müəyyən edin. Tələffüzü doğru olan sözdür. İxtiyar sözü tələffüzü bu vəziyyətdə doğru deyil. Yanlışdır. Ona görə 1 götürdüm. Təbrik sözü isə düzdür. Mənfəət sözü yazılışı yanlış olan sözdür. Yazılışı yanlış olan sözü deyir. Yazılışı yanlış olan söz. Bəli, yazılışı yanlışdır. Möhtərəm sözü yazılışı yanlış olan söz deyil axı. Ona görə 4 səhvdir. Cavab olur 1 ilə 4 B. Kağıdın İslami üstü olan hansı sözün tələffüzündə daha çox fərqli məqam var? Kəmövsər sözündə fərq yoxdur. 8 bucaqlı sözündə burada C olur, bucaqlı 2 dənə fərqi var. Hüquq, suzluq 3 dənə fərq var. Gizlənmək 3 dənə fərq var. Qanat, danmaq 4 dənə fərq var. Ən çox buradadır. Cavab olur C variantı. Düzgün yazılmış sözləri müəyyən edin. Üzürlü sözü. Üzürlü sözü düzgün yazılıb. Bəli, ifrit sözü də düzdür, düz xətli də düzdür. Bu emosional olmalıdır, bu da ədabaz olmalıdır. Ona görə səhv yazılıblar. B-ni götürəcəm mən. Hansısa bütün sözlərin yazısı səhvdir. Hamısı səhv olanları tapmaq lazımdır. Məsələn, kargüzar sözü ü olmalıdır. Kəmsəvat bitişik olmalıdır. Zehniyyət sözündə də i olmalı deyil. Hansı sözlərin deyilişinin yazışı eynidir? Əlaqədir, idealdır. Ondan sonra bunlar eynidir. Amma burada A-nın in arasında y artıracağam. Burada intonasiya deyəcəm. Burada c, ç kimi tələffüz olunacaq, fərq olacaq. Deyilişinin yazışı fərqlənməyən sözlər. Məsələn, burada məndən olur, fərqləndi. Burada fərqlənmədi. Burada müftdə olur. Burada təbiət olur. Burada mütaliə olur. Fərq yaranır da. Ona görə götürməyəcəm. Tələffüzün yazısı fərqlənməyən qoşa samitli sözlər. Xallı, qoşa lıqlıdır, qoşa vıvıdır. Bunlarda fərq olmur. Bənnanan zərrədə də olmayacaq. Amma burada d olacaq, burada k olacaq, burada yenə d, burada c, burada k səsini vermiş olur. K səsini verir deyə fərq yaranır. Demək, mənim cavabım fərqlənməyən deyirsə 1 ilə 4 olacaq. İfadədən biri yazısı yanlışdır, səhvdir. Baxa görə hansı səhvdir burada? Məsələn, bu düzdür, bu düzdür, bu düzdür, bu da düzdür. Amma burada defis olmalıydı. Əzdib büzülmək. Mürəkkəb feilimiz. Bəndlərin hansında mürəkkəb sözlərin yazısı səhvdir? Məsələn, burada bu düzdür, bu da düzdür, burada isə səhvlər var. Hər ikisi bitişik yazılmalıydı. Bu düz, bu da düzdür, bu düz, bu da düzdür, bu da düz, bu da düzdür. Hansı söz səhv yazılıb? Yamyaşıl sözü düzdür, qarayanız düz, gedə sifət tutqun düzdür, asfalt döyüb, asfaltdır. Cərgənin birində bütün sözlərin yazısı səhvdir. Bütün sözlərin yazılışı səhvdir deyirsə, məsələn, iməclik sözü düzdür, sir sifət səhv yazılıb, səmimiyyət düzdür. Burada ikisi düz, biri səhvdir, ödəmədi. Kimyəvi, xurmayı, qəhvəyi, kimyəvi söz səhv yazılıb. Burada sənaye sözü səhv yazılıb. Burada t, d olmalı deyil, asan şəklində olur. Burada t, d olacaq, burada k, c olacaq. Hər üçündə səhv var, cavab olur D. Bunlar isə üçü də düz yazılıb, qurğuşun sözü səhv yazılıb. Bir dənə, qalanları bunlar ikisi doğrudur. Bizə bütün sözlərin yazısı səhv olan lazımdır, o da D-dədir. Sözlərin birinin yazısı səhvdir. Firuzəyi düzdür, xurmayı düzdür, səhrayı düzdür, bənövşəyi düzdür, sürməyi deyir, bu sürməyi olmalıdır. Səhv yazılmış sözü müəyyən edin. Montiyor, müşkül, mövhumat və hərəkat sözləri düzdür. Kəşfiyyat olmalıdır, bu səhv yazılıb. Müntəxabat, qəhrəman, məşhur, generator. Düz yazılıb, mündərəcat yox, mündəricat olmalıdır, ricat. Bu səhv yazılıb. Hansı səhifədəki sözlər düzgün yazılmışdır? Qəhrəman düzdür, cəsus səhvdir, casus olmalıdır. Şayiə yox, şayiə olmalıdır. Bu da n olmalıdır. Firuzə düzdür. Məcara yox, macəra olmalıdır bu. Tənbəl, Osman düzdür. Büllur düz, sümbül düz, zəif düzdür. Həyəcan da düzdür. Dabaşı düz, qətran düz, sərhəddə d-nın biri artıqdır. Riayət düzdür, rədd düz, xətkeş düz, t-nın biri artıqdır. K da düzdür. Deməli bizə nə deyir? Sözlər düzgün yazılmışdır. Hamısı düz olanlar lazımdır. Cavabımız olacaq C. Büllur, sümbül, zəif və həyəcan sözləri hamısı düz yazılıb. Sözlərin birinin yazısına səhvə yol verilmişdir. Səhvən sözü elə səhv yazılıb. Səhvən olmalıdır bu. Qalanlar hamısı doğrudur. Sonra 187. Cədvəldə hansı sözlərin bağlı uyğunsuzluğu var? Prodüser sözü s ilə yazılmalı. Bir dənə s ilə yazılmalıdır. Burada uyğunsuzluq var, elə 1 götürdüm. Günbəz sözü
Bu düzdür. Labirint düzdür. Burada tədqiqat düz, avtomat düz, məftil olmalıdır. Yazılışı səhvdir. Uyğunsuzluq var. Prodüser düz, günbəz düz, labirint sözü belə tələffüz olunmur. İ ilə tələffüz olunmalıdır. Deməli, burada pozuldu tələffüz hissəsində. Tədqiqat düz, avtomat düz, məftil də düzdür. 1, 3, 6. Cavabım olacaq C. Asıl tərəfin son samiti çar tələffüz olunan söz birləşməsi. Bu deməli C öz çar qarşılığında tələffüz olunan vəziyyətdə B, D, C, C samitləri. Özündən sonra samit gələndə C, C-dir, D-dir, C-dir, B-dir. Bunlar C öz qarşılıqları kimi tələffüz olunur. C, C kimi, B, P kimi, D, T kimi, G da Ç kimi tələffüz olunur. Ağacda da ağac olacaq bu. Deməli, son samiti çar tələffüz olunur. Biri götürdüm. Burada G kimi tələffüz olunur. Çünki sait gəlib, bunu götürməyəcəm. Yarpaq formasında da burada yenə Q. Özündən sonra samit gəlib, Q, X kimi tələffüz olunacaq. Birisi götürdüm. Sonra asıl tərəfin son samiti zingiti tələffüz olunan söz. Burada da məsələn bunu götürə bilərəm altını. 1, 3, 6 olar. Məsələn, burada bulut olacaq. Burada balıq olacaq deyə kar tələffüz olacaq. Zingiti tələffüz olmayacaq artıq. Cədvəl sınır qomşuları müəyyən edin. Sözün kök yazısından fərqli tələffüz olunur. Müəllimlər sözün kök yazısından fərqli tələffüz olunmur. Yazısından fərqli tələffüz olunmur. Burada ona görə bunu götürməyəcəm. Sonra vəsaitsiz sözündə sözün kök yazısından fərqli tələffüz olunur. Çünki burada rəngi artıracağam. İkinci götürdüyü sözdə şəkilsiz yazısından fərqli tələffüz olunur. Radioda sözündə şəkilsiz fərqli tələffüz olunur. Kök fərqli tələffüz olunur. Kəskin sözündə isə feildən düzəlmiş sifətdir bu. Kəskin şəklində tələffüz edəcəm burada. K, C kimi tələffüz olunacaq. Burada kökdəki şəkilsiz sözdə şəkilsiz yazısından fərqli tələffüz olunur. 4 götürdük. Sözün həm kökən və şəkilsiz yazısından fərqli tələffüz olunur. Buludlar sözündə D, T olacaq, L da D olacaq. 5-i götürəcəm. Oyuncaq sözündə yalnız şəkilsiz də fərqli tələffüz olunduğuna görə həm kök həm də şəkilsiz fərqlərini deyə bilmirəm də. Ona görə 2-dir, 4-dür, bir də 5-dir. Cavabım olur E. Səhv yazılan sözlər. Fərziyyə düz yazılıb, tərbiyə səhv yazılıb, 1 Y olmalıdır. Qətiyyət səhv yazılıb, 2 Y olmalıdır. Mədhiyyə düz yazılıb, fəxriyyə düz yazılıb, qafiyə səhv yazılıb, 1 dənə Y olmalıdır. Saniyə də səhv yazılıb, 1 dənə Y olmalıdır. Deməli, səhv yazılanlar hansılardır burada? 6-nı götürdüm, buradan da 7-ni götürdüm. 2, 3, 6, 7. Sonra üzərində rəqəm yazılmış sözlərdən hansıları yazıcıdan fərqli tələffüz edilir? Bu fərqlənmir, bu da fərqlənmir. Üstündə olur bu fərqlənir. Üstündə kimi, çiçək də çiçək kimi tələffüz olunur. Yəni burada fərq yarandığına görə 3-dən 4-ü götürürəm, gedir. 3-dən 4. O nizamilər, füzulilər sözlərində fərq yoxdur. Səhv yazılan sözlər kompot şəklində yazılır. Bu kompot deyil. Burada səhv var. Səlis sözündə bir fərq yoxdur. Sonra kübar sözü düz yazılıb. Sonra dosent sözündə s-nın biri artıqdır, səhv var. Ehkam düzdür, arabir sözdəki səhv yazılıb, kiçik yazılmalıydı bu. Deməli, səhv yazılanlar deyib 1-i götürürəm, 5-i götürürəm, bir də 6-nı götürürəm. Bəli, cavabım olur 1, 5, 6. Bax, indi 193. Aşağıdakı sözlərin rufu qəzəsi nəzərə alaraq düzgün arıcılığı müəyyən edin. Düzgün yazıcıya baxacaq. Səhv yazılıblarsa, səhv olan tapılacaq, düz yazılıblarsa, düzgün arıcılığı aparacaq davam etdirəcək. Lövbər sözü düz yazılıb. Mündəricatda qüsur da düz yazılıb. Biz də düz yazılanları tapmalıyıq. Qaşqabaq sözü səhv yazılıb. Bu bitişik yazılmalıydı. Kiremit düz yazılıb. 2-ni götürəcəm. Dərkənar düzdür. 3-ü götürəcəm. Sivilizasiya düzdür. 4-ü götürəcəm. Niskin sözü səhv yazılıb. Cünan yazılmalıdır. Bu da f olmalıdır, lütfkarlıq. Deməli, bizdən düzləri istədiyinə görə 2, 3, 4. Cavabım olacaq 2, 3, 4. Bu qədər uşaqlar. Suallarımızın izahı belə idi. Yəni bu qədər idi. Ümid edirəm ki, hər şey başa düşərsiniz, aydın olar sizə. Yəni inşallah ki, növbəti izahlarımızda görüşənədək hələlik sağ-salamat.